Uşağa hansı yaşdan rejim lazımdır? Uşaq üçün rejim doğulduğu andan lazımdır, amma əvvəlcə bu yuxu və oyaqlıq üçün elastik bir ritm olacaq. Artıq 10 aydan sonra rejim tətbiq etməyə başlamaq olar, yəni oyanma və yuxuya getmə vaxtlarını dəqiq müəyyən etmək mümkündür. Ondan 2 ayına qədər uşağın çoxlu gündüz yuxuları olur və onların hər biri fərqli müddətdə olur. Üstəlik daim hansısa dəyişikliklər baş verir. Bir gündüz yuxusunun azalması, yuxu və oyaqlıq normalarının dəyişməsi və əs. Buna görə də rejimi dəqiq şəkildə müəyyən etmək həm çətindir, həm də uşaq üçün fizioloji baxımdan düzgün deyil. Amma uşağın təxminən saat neçədə oyandığını, gündüz yuxuları arasında hansı oyaqlıq intervallarının sizin körpənizə uyğun olduğunu, neçə gündüz yuxusu olduğunu və onların təxminən nə qədər davam etdiyini, gecə yuxusunun nə vaxt başladığını bilmək vacibdir və bu, günün müəyyən qədər proqnozlaşdırıla bilməsini təmin edəcək. Biz buna günün ritmi deyirik. Bu proqnozlaşdırıla bilənlik uşağın sinir sisteminin tam işləməsini, həddindən artıq yorulmadan fəaliyyət göstərməsini təmin edir ki, orqanizmin tam inkişafı üçün kifayət qədər resursu olsun. Yayılmış fikrin əksinə olaraq, hər uşağa uyğun gələn yaşa görə universal rejimlər mövcud deyil. Hər bir körpə unikal və öz xüsusiyyətlərinə malikdir. Və tamamilə hər bir uşaq yuxu və oyaqlıq üçün öz fərdi normalarına sahibdir. Əgər uşağınız üçün uyğun bir rejim qurulubsa, onda o aşağıdakı problemlərlə qarşılaşmayacaq. 20 dəqiqədən çox davam edən uzun yatırmalar, etiraz və isterika ilə yatırmalar, gecə gəzintiləri, yəni gecənin ortasında oyaq qalma epizodları, səhər 6-dan əvvəl erkən oyanmalar, uzadıla bilməyən qısa gündüz yuxuları, dəfələrlə uzadılma tələb edən gündüz yuxuları, narahat və səthi yuxu. Əgər sadalanan problemlərdən heç olmasa biri sizdə varsa, onu rejimin düzəldilməsi ilə asanlıqla həll etmək mümkündür.